Azad edilmiş ərazilərdə 8000-dən çox şəxs işlə təmin olunub. Bunu Dövlət Məşğulluq Agentliyinin sədri Hasil Abbasov ötən ilin yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, keçən il 2847 vətəndaş işlə təmin edilib, 154 nəfər özünü məşğulluq proqramına cəlb olunub. Ümumilikdə işğaldan azad olunmuş ərazilərə köçən vətəndaşlarımızın 58% dövlət, 42% isə özəl sektorda çalışmaqdadır. Digər aktiv məşğulluq tədbirimiz olan peşə hazırlığı da işğaldan azad olunmuş ərazilərdə aktiv tətbiq edilməkdədir. Ümumilikdə 152 nəfər peşə hazırlığına cəlb edilib və müvafiq qaydada işlə təmin ediliblər. Ümumilikdə regionumuzda, yəni işğaldan azad olunmuş ərazilərdə peşə hazırlığına cəlb edilən vətəndaşlarımızın sayı artıq 360-a çatır. Təkcə 2025-ci il ərzində işğaldan azad olunmuş ərazidə 18 əmək yarmarkası həyata keçirilib və bununla da ərazidə həyata keçirilən əmək yarmarkalarının cəmi 26-ya çatdırılmışdır. 2026-cı il ərzində də bu proses davam etdiriləcəkdir və dediyim kimi əhatəsi də genişləndiriləcəkdir. 17 dəyirmi masa təşkil olunub işə götürənlərlə, işğaldan azad olunmuş ərazidə fəaliyyət göstərən işə götürənlərlə və bu dəyirmi masalarda işğaldan azad olunmuş ərazilərə məskunlaşan vətəndaşlarımızın məşğulluğu, eyni zamanda işə götürənlərin işçiyə olan ehtiyacının məskunlaşan sakinlərimizdən təmin olunması prosesində çox faydalı bir platformadır dəyirmi masalar və bu təbii ki 2026-cı ildə də davam etdiriləcəkdir.